Salam, sabahınız xeyir olsun. Avtobacar Göyçay YouTube kanalının və Avtobacar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri salamlayıram. Deməli, bu günlərim 24 may 2025-ci il həftənin 6-cı gündür və bu deməkdir ki, Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Mən də yollanıram Göyçay maşın bazarına. İnşallah ki, bazarın girişindən sizlər üçün çəkişə davam eləyəcəm və bazara daxil olub bir neçə avtomobillərin qiyməti haqqında sizlər üçün maraqlanacağım, çəkib göstərəcəyim. Sizlərdən də xahişim bu videonu bəyənmək, kanala abunə olmaq, videonun linkini dostlarınızla, tanışlarınızla paylaşmaq ki, bu da mənə yeni abunə, yeni baxış sayı, yeni bəyənmə sayı deməkdir. Nəsə, çox danışmayacağım. Bazarın girişində inşallah ki, çəkişə davam eləyəcək. İzləmədə qal. Bir daha salam, sabahınız xeyir olsun. Avtobacar Göyçay YouTube kanalının və Avtobacar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Gəlmişəm Göyçay maşın bazarının qarşısındayım. Günəşli, may havasıdır, istidir. Və inşallah ki, maşın bazarına daxil olacaq, bir neçə avtomobillərin qiyməti haqqında maraqlanacaq. Ön tərəfdən çəkiş eləyim sizlər üçün. Göyçay maşın bazarının girişi gördüyünüz kimi asta-asta bazara daxil olaq. Görək bu həftə bizləri bazarda hansı maşınlar gözləyir. Burada bazarımızın hansı vaxtda işlədiyi haqqında bir elandır. Göyçay avtomobil bazarı hər həftənin 6-cı günü xidmətinizdədir. Aşağıda əlaqə nömrələri görürsünüz. 050 051 627 46 83, həmçinin 055 628 11 36 nömrələrinə zəng vuraraq bazar haqqında geniş və ətraflı məlumat ala bilərsiniz. Asta-asta bazara daxil oluruq. Görək bu həftə bizləri hansı maşınlar gözləyir. Vaz maşınları yenə də üstünlük təşkil eləyir. 06'lar, 07'ler, 190'lar. Burada görürsünüz Ladalar, 015'ler, Kia ve Mercedes, BMW, Yeşkalar. Bir neçə maşınlarımız var ki, o da və burada inşallah ki o maşınları çəkib göstərəcəm. Bəli, bir dənə 06'mız da gəlib bazara, onu da çəkib göstərəcəm inşallah ki. Belə izləmədə qalın. Allah hər kəsin işinə avan eləsin. Bizlər də onların içində. Deməli, buradan səslənirəm Azərbaycanın bütün bölgələrinə, həm şimal bölgəsinə, həm cənub bölgəsinə, həm Aran bölgəsinə. Göyçay maşın bazarı hər həftənin 6-cı günü xidmətinizdədir. Siz də maşınınızı bu bazara gətirib sata bilərsiniz və istədiyiniz maşına da sahib ola bilərsiniz. Ya Allah, bismillah eləyirik, işimizə başlayırıq. Allah hər kəsin işini avant eləsin. Ya Allah, bismillah. Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, emblemdən artıq məlumdur ki, sizlər üçün Göyçay maşın bazarında Vaz markalı avtomobil çəkib göstərəcəm. Yaxşı vəziyyətdə, belə deyə, problemsiz özünə 07 alıb sürmək istəyən izləyicilərimiz bu videoya diqqətlə baxın. Sizlər üçün Göyçay maşın bazarında Vaz 2107 markalı avtomobilin çəkişini edəcəm. Amma qardaşımız, maşın sahibi yanımızdadır, məlumat alacaq. Salam aleyküm qardaş, sabahınız xeyir olsun, bazar olsun. Məlumat alaq, zəhmət olmasa. 2003 maşındır, problemsiz maşındır. Maşına 2 dənə qabaq krilo dəyişib, başqa maşın dəyişəni yoxdur. Motoru, karifkası, mostu, ürəyin istəyən, təkərlər təzə. Xadavoy sistemində, difrində səsi falan heç bir şey yoxdur. Qiyməti nədir? Qiyməti 4800-ə deyirəm, yəni aşağı yuxarı elə. Yəni qiymətdə razılaşmaq olar. Telefon nömrənizi alaq. 050 595 89 99. 050 595 89 99. Adınız? Sahib. Sahib. Göyçayda baxmaq mümkündür. Göyçay Ucar. Göyçay Ucar arasında baxmaq mümkündür. Sahib qardaş, barter maraqlıdır hansısa? Barter yox. Nağd satış, belə kreditdən falan? Yox, nağd satışdır. Deməli, sahib qardaşdan məlumat aldıq. Bir daha da mən qeyd edeyim. Maşınımız üzdən 2006, 2007, 2008-ci ilin maşınına bənzəsə də maşınımızın ili 2003-cü il istehsaldır. Maşın sahibinin verdiyi məlumata görə most, karofka, motor ideal vəziyyətdədir. Xadavoy sistemində problemi yoxdur. Kosmetik işə də ehtiyacı yoxdur maşınımızın.
Salonunda da oturacaqda cızıqdan, sökükdən söhbət gedər. Bilməz. Baxırıq. Göründüyü kimi, yəni abıfqalarda, sideniyalarda heç bir problem yoxdur. Aha, bir dənə qaldıraq zəhmət olmasa elə. Baxırıq, görürsünüz yük yeri, stəkan yerlərinə nəzər yetiririk. Svarkadan, çatdan söz gedə bilməz. Belə. İndi isə bir dənə, yəni təkək göstərək maşınımızın sürücü tərəfdən salonunu ümumi çəkim göstərim. Şitdən maşın sahibinin istəyinə uyğun olaraq üzlənib. Rolda həmçinin gördüyünüz kimi. Belə, indi gəldik mühərrik yerinə. Karbürator motordur, 06 motordur, yoxsa? 06 motordur. Akkumulatoru normal. Bir dənə 2 qabaq sağ krel dəyişib. Qalan hər bir yeri zavoddur. Start qiymət 4800 manat olaraq satışa çıxarılıb. Təbii ki, maşın sahibi qeyd elədi ki, qiymətdə maşına baxdıqdan sonra yəni münasib bir yönə gəlmək olar. Sizə də bu 07 maraqlı gələrsə, sahib qardaş nömrə qeyd elədi. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu 07 haqqında. Həmçinin gəlib bu 07-yə yaxından baxa bilərsiniz. 20 nömrə ilə Gəncə əhalisinə də buradan salam. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyicilərini, özünə ideal 015 alıb sürmək istəyən izləyicilərimiz. Sizlər üçün Göyçay maşın bazarında yaş asfalt rəngi gedir bu. Mikro asfalt rəngdə Vaz 21 115 markalı. Bəli, Vaz 21 115 markalı avtomobilin çəkisini eləyəcəm. El arasında 015 deyirlər, amma maşın sahibi çox uzağa getməsin. Salam aleyküm qardaş. Sabahın xeyir olsun. Məlumat alaq zəhmət olmasa maşın haqqında. 2010 motor 1.5. Aha. Qiymət 9300, razılaşmaq olar. Bir dəqiqə. İli 2010-cu ildir. Motor 1.5. Motoru 1.5. Qiyməti də 9300 manata dedim. İndi qeyd eləyək. Ekranda iş gedibmi? Yox. Getməyib. Ümumi səndə olarkən vurğu, udarı, Yox. dəyişən yeri yoxdur. Hər hansı bir problemi, xada boyunda falan, motorunda, karobkasında yoxdur. Qiyməti də 9300 manat dedin. Yəqin ki, razılaşarsın. Razılaşmaq olar. Telefon nömrəyə eşidək. 070 Aha. 930 90 93. 070 930 90 93 maşallah maşın nömrə də uyğundur. Adın? Ağa. Ağa, maşına harda baxmaq olar? Maşını Ağdaşda, Yevlaxda, Aha. Bərdədə, Ağdamda. Ağdaş, Yevlax, Bərdə, Ağdam bölgəsində baxmaq mümkündür. Ağa, hansısa bu maşınla bartaya maraqlıdır, yoxsa nağd satış pula ehtiyacı var? Barter var, 4 göz. 4 göz. 2 dizel. Ha, 2 dizel üstündə pul vermək şərtilə yəqin ki, yoxsa dəyəri qiymətində. Biletdə, barter. Ha, bildim, başa düşdüm. Yəni öz dəyəri ilə, maşınla 9300 manata deyirsən, öz dəyəri qiymətində başa-baş eləyə bilərsən və ya maşının üstündə də pul verə bilərsən. Başa düşdük. Ağa, nömrə üstündə veriləcək. Ağadan yəqin şəhər verəcək. Üstündə pay verərsən. Ağa qardaşdan məlumat aldıq. İndi isə biz özümüz qeyd eləyək. Deməli maşınımızın ili 2010-cu il istehsaldır. Motoru 1.5 motordur. Maşın sahibinin verdiyi məlumata görə maşının motoru, karobkası, ekranı, xadavoy sistemi salamatdır. Kosmetik işlərə ehtiyacı yoxdur. Salon səliqəlidir. Arxada 2 ədəd orijinal pioner kolonkası. Baxırıq. Salon səliqəli. Ön şüşələr podyomnik. Ağa, bir dənə buranı qaldıraq. Bir dənə qaldıraq buranı zəhmət olmasa. Aha. Deməli. Baxırıq. Bir dənə buranı qaldıraq. Belə ümumi arxa yük yeri üzlənib. Və gəldi sürücü tərəfdən salona. Oturacaqlarda cızıqdan, sökükdən söz gedə bilməz. Ağa, bir dənə açarı ver mənə. Görək bunun kilometrajı nə qədərdir? Baxaq. 124.340 orijinaldır ağa. Hə, dəyişilməyib. Aha, 124.340 kilometr orijinal yürüyüş. Salonda problem yoxdur. Ağa, bir dənə mühərrik yerini qaldıraq. Zəhmət olmasa. Deməli,
Mühərrik yeri də maşallah üstü kimi tərtəmizdir. Akkumulatoru yepyeni. Çəkək belə göstərək hamısını. Belə çəkdik, göstərdik. Bir daha qeyd edirəm. İli 2010, motor 1.5. Maşın sahibinin verdiyi məlumata görə motor, korobka, xadavoy sistemi əla vəziyyətdə. Vuruqdan udardan söhbət gedə bilməz. Ekranda iş gedilməyib. Zavoddur. Start qiymət 9300 manat olaraq Göyçay maşın bazarına satışa çıxarılıb. Təbii ki, maşın sahibinin verdiyi məlumata görə maşına baxdıqdan sonra maşının yanında qiymətdə endirim olunacaq. Sizə də bu 015 maraqlı gələrsə, ağa qardaş telefon nömrəsi qeyd elədi. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz. Həm bu maşın haqqında, həm də gəlib yaxından baxa bilərsiniz. Bir məlumat da qeyd eləyim ki, qeydiyyat nömrə nişanı maşının üstündədir. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, deyirsiniz Göyçay maşın bazarına xarici maşın gəlmir satışa. Sizlər üçün bu günlərim Göyçay maşın bazarında Kia K3 markalı avtomobilin çəkişini edəcəm. Amma maşın sahibi yanımızdadır. Salam əleykum qardaş. Hə, salam əleykum qardaş. Sabahınız xeyir olsun. Məlumat alaq zəhmət olmasa maşın haqqında. Kia K3 2015 model 1.6 dizel. Maşında heç bir problem yoxdur. Motor korobka da əla vəziyyətdə. Avtomat korobkadır. Avtomat korobkadır, bəli. Xadavoy sistemi necədir? Yaxşıdır. Yaxşı. Kondisioneri işlək vəziyyətdədir. Hər biri. Yəni belə dediniz, problemi yoxdur. Qiyməti nədir? 20.700 manata. 20.700 manata təklif eləmisiniz. Yəqin ki, razılaşma olacaq. İnşallah. Telefon nömrəsini eşidək. 050 488 1919. 050 488 1919. Adınız? Murad. Murad qardaş, maşına real alıcı harda gəlib baxa bilər? Hansı rayonda? Göyçayda. Göyçay arasında baxa bilər. Hansısa maşınla barter maraqlıdır? Xeyr. Nağd satışdır, pula ehtiyac var. Murad qardaşdan məlumat aldıq. İndi isə özümüz çəkək, göstərək, həm də məlumatı verək. Deməli, maşınımız Kia K3. 2015 motor, 2015-ci il 1.6 dizel motor, avtomat korobka, xadavoy sistemi maşın sahibinin verdiyi məlumata görə ideal vəziyyətdədir, yəni problemsizdir. Çəkək, göstərək. Salon. Parça salondur. Cızıq. Parça deyil. Üzdənib. Bəli, dəri salondur, üzdənib parça ilə. Onu mən üzdən gördüm deyə, ona görə yəni parça dedim. Dəri salondur, belə üzdənib. Yəni gördüyünüz kimi cızıqdan, sökükdən söhbət gedə bilməz. Arxada yük yoxdur ki. Bir dənə qaldıraq. Baxaq. Belə yüngül buradan qaldırsam, aha, göründüyü kimi, baxın, belə vəziyyətdə və burada sürücü tərəfdən salona nəzər yetiririk, baxırıq, aha, sileniya qızdırıcıları var. Burada da görürsünüz, hər 4 kişinin avtomatik qalxıb verməyi, yan güzgülərin təzimlənməyi, qapıların avtomatik kilitlənməsi və bir dənə mühərrik yerin qaldıraq zəhmət olmasa mən də çəkim göstərim. Avtomat sürətlər qutusudur, böyük led monitoru, mühərrik yeri gördüyünüz kimi 1.6 dizel motor, bez problem bir motordur. Akkumulyator normal vəziyyətdə. Belə çəkdim, göstərdim sizə bu Kia markalı avtomobili. Maşın sahibi Murad qardaşımız da məlumatları verdi. Sizə də bu maşın maraqlı gələrsə, Murad qardaşın qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz. Bu Kia hörmətli YouTube izləyiciləri, 06 həvəskarları. Sizlər üçün Göyçay maşın bazarında ağ rəngli Vaz 06 markalı avtomobilin çəkişini eləyəcəm, amma əmmimiz yanımızdadır. Salam əleykum ağsaqqal, bazar olsun. Məlumat alaq zəhmət olmasa. Valla ili 90'dır. Aha. Motor korobka most əladır. Aha. Təkərlər 4 gündür vurulub, 4 dənəsi. Aha. Çürük çarığı yoxdur, kosmetika işləri yoxdur. Aha. Salon səliqəli maşın da belə normal maşındır. Difirində səsi Yoxdur. yoxdur. Rəhmət. Motoru 0.6-dır, nədir? 011 011 motor. gedişi var. Aha. Korobka 4'dür, 5'dir. 4'dür. 4'dür. Motorda dediniz yağ yema yoxdur, korobkada yox. atma yoxdur, Heç difirində səsi yoxdur. Heç nə. Kosmetik işədə belə ehtiyacı görsənmir Yoxdur, ciddi. yox. Qiyməti nədir? Qiyməti 3700-ə deyirəm. 3700 manata deyirsiniz. Yəqin ki razılaşasınız. Real alıcı endirim olacaq. Endirim olacaq. Telefon nömrünüzü eşidik. 055 Aha.
748 2359. 055 748 2359. Adınız? İsmail. İsmail dayımız. Maşına harda baxmaq olar? Ucar rayonu. Ucar rayonu, Ucar əhalsinə salamasın. İsmail dayım, hansısa maşınla barter maraqlıdır, yoxsa nağd satış, pula ehtiyac var? Nağd satış. Pula ehtiyac var. İsmail dayımızdan, ağsaqqalımızdan məlumat aldıq. İndi isə məlumatları mən verim, həm də çəkiliş eləyim. Deməli, maşınımız var 2506, ili 1990, 011 motor 4 korobka, motor yağ yemir, korobka atmır, difilsas eləmir, xadavur sistemi əla vəziyyətdə, periodok sistemi əla vəziyyətdə, təkərlər 4 gündür altına vurulub. Kosmetik işə ehtiyacı yoxdur. Salon səliqəlidir. Baxırıq. Salon səliqəlidir. Start qiymət 3700 manat deyilib. Təbii ki, maşının yanında maşına baxdıqdan sonra qiymətdə endirim olunacaq. Baxırıq. Bildim. Yağlanıb yük yeri hamısı yəni qaydasındadır. Sürücü tərəfdən də salona nəzər yetirək. Baxırıq. Salonda hər hansı bir ciddi problem nəzərə çarpmır. Gördüyünüz kimi. Və mühərrik yeri 011 motoru, akkumulatoru yeni, motor yağ yemir. Belə çəkdik, göstərdik. İsmail dayımız da məlumatları qeyd elədi. Sizə də 016 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. 30 seriyasıdır. İmişlər əhasinə də buradan təşkil hörmətli YouTube izləyiciləri, sizlər üçün Göyçay maşın bazarında növbəti Vaz 21 115 markalı avtomobilin çəkişini edəcəm. Metallik rəhdədir, amma maşın sahibimizdən məlumat alacağıq. Salam əleykum ağsaqqal, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İli neçənci ildir? İsmail rayonundanam, Aha. kəndindənəm. Aha. İli 2002-dir. 2002-ci il istehsaldır. Motoru, korobkası, xadavoy Təzə sistemi. motor 2 ayda yığılıb, Aha. hər şey təzə. Aha. Feridor kəşkə hamısı təzədir. Təzədir. Problem çürüyü yoxdur. Yoxdur. Maşının. Qiyməti nədir? Qiyməti 5-5-dir. 5500 manata olar. demisiniz, razılaşma olar. Ekranda iş gedib sizdə olar. Yox, xeyr. Yox, getməyib. Telefon nömrünüzü eşidək. 055 Aha. 838 75 24. 055 838 75 24. Adınız Nəsrəddin. Nəsrəddin dayımızdır. Harda baxmaq olar? İsmaillə Qəbələ arasında. İsmailli, Kənddən. aha, ümumi İsmailli Bəli, ərazisində bəli. baxmaq mümkündür. Nəsrəddin dayı, hansısa maşınla barter dəyişmək fikriniz var, yoxsa nağd satışdır, pula ehtiyac? Olar. Hansı maşınla? Baxır da indirir bu maşın. Yəni inamarka istəyirsiniz, yoxsa 06 07 istəyirsiniz? 07 ilə axı. Yəni öz dəyəri qiymətində. Hə, bəli. Və ya maşından ola bilər, həm dəyərindən ucuz ola bilər, Bəli. həm də üstündə pul verə bilərsiniz maşını. O sizin öz istəyinizə bağlı olacaq. Deməli, maşınımızın ili 2002-ci il istehsal, 2002 dediniz da, 2002-ci il istehsaldır. Maşın sahibinin verdiyi məlumata görə most, belə deyək, korobka, motor, xadavoy sistemi əla vəziyyətdədir. Ekranında iş getməyib. Təkərləri təzədir, yenidir. Bir dənə buranı açaq. Mən həmişə qapıların birində ilişirəm. Aha, bu sistemdir. Xatırladaq maşınımız. Salon səliqəlidir. Baxırıq. Gördüyünüz kimi səliqəli. Bir dənə Nəsrəddin dayı, buranı qaldıraq zəhmət olmasa yük yerini. Və biz yük yerinə nəzər yetirək. Yük yeri belə vəziyyətdədir. Bir dənə aha, buradan belə baxırıq. Gördüyünüz kimi maşının yük yeri belə vəziyyətdədir və gəldik maşının sürücü tərəfdən salonuna. Salon səliqəli. Ya Allah, əyləşək. Bir dənə açarı ver mənə Nəsrəddin. Üstündədir. Üstündə. Aha, maşının açarı 494.397 kilometr. Yürüş orijinaldır. Yəni ya arxaya çəkilməyib, ya falan. Bir dənə mühərrik yerində Nəsrəddin dayı qaldıra, mühərrik yerində çəkim göstərim. Salon normal vəziyyətdədir. Ekranda çat belə deyək, şiddət, çatdan falan söz gedə bilməz. Motordakı baxın. 2 ay. Aha, motor da yeni yığılıb, 2 ay olar yığıldığı. Feridor kəşkə hamısı təzə. Dəyişilib, bəli. Xadavoy sistemi də hamısı dəyişilib. Akkumulyator da yenidir. Belə çəkdim, göstərdim, məlumatları da qeyd elədim və
bir sözlə nəzərinizə çatdırım ki, start qiymət 5500 manat olaraq satışa çıxarılıb bu 015-imiz. Təbii ki, Nəsrəddin dayımız da qeyd elədi ki, maşına baxdıqdan sonra maşının yanında qiymətdə endirim elan olunacaq. Sizə də bu 015 maraqlı gələrsə, Nəsrəddin dayı qeyd elədi, qoy onu çəkim, dedi ekranım falan çəşkinən ümumi belə bir çəkiliş eləyim. Belə lap yaxından baxmaq istəyənlər Nəsrəddin dayımız nömrə qeyd elədi. Gəlib həm maşının ümumi görünüşünə baxa bilərsiniz. Ekranına, motoruna, xadavoyuna, həm də qiymət haqqında danışa bilərsiniz. Sizə də bu 015 maraqlı gələrsə, Nəsrəddin dayın qeyd elədiyi əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz. Bu 015 haqqında 36 seriya ilə Qəbələ əhalisindən də buradan atəşli YouTube izləyiciləri, Mercedes həvəskarları. Sizlər üçün bugün Göyçay maşın bazarında Mercedes markalı avtomobilin çəkişini edəcəm. El arasında panorama deyirlər, amma maşın sahibindən müəllim bir dənə zəhmət olmasa yaxınlaşaq. Çox uzağa getməyək. Salam, sabahınız xeyir olsun, bazar olsun. Bir dənə zəhmət olmasa məlumat alaq. Maşınımızın ili neçənci ildir? 2007-ci ildir. Aha. 3 motordur. Aha. 8 kuzadır, 280-dir, Aha. 780-dir. Aha. Avantgarddır. Aha. Super salondur, yəni koja salondur, lükdür. Avtomatdır. Avtomat korobkadır, bəli. Lükü işləh vəziyyətdədir. Hamısı, Kondisioner, hər bir funksiyası işləh. Çox gözəl vəziyyətdədir. Cəmsi probeli 250 mindir. Özüm sahibiyəm Azərbaycanda, özüm Birinci gətirmişəm. sahibisiz. Bəli. Özüm Almaniyadan gətirmişəm. Ailə maşınımız olubdur. Aha. Az sürülübdür. Aha. Bakıda qaraj şəbəkəsində saxlanılıbdır. Aha. Yəni İndi də satırsınız. Yəni indi də dəyişirsiniz. satılır. Ayrı maşın, təzə maşın almışıq, onu Aha, dəyişirik. yəni ehtiyac olmadığından sonra. Bəli, bəli. Qiyməti neçə demisiniz? Qiyməti 24 minə deyirəm. 24 minə deyirsiniz. Deyirəm, amma endirim yəqin ki olacaq. Olacaq. Orada Müəllim, telefon nömrənizi eşitə zəhmət olsun. 050 359 0205 050 359 0205 adınız Teyyub müəllim. Teyyub müəllim. Teyyub müəllim harda baxmaq olar maşına? Gəncə şəhərində olur Hə, maşın. aha, Amma harda lazım olsa. Yəni Gəncə şəhərində də baxmaq mümkündür. Bəli, Yəni Bakıda bəli. da baxmaq olar. Yəni Bəli, istənilən harda bölgədə də istəsəniz baxmaq. baxın. Teyyub müəllim dediniz yəqin yeni maşın almısınız. Yəqin ki barter istəmərsiniz hansısa bir maşın. Yox, yox, Yəni pula yox. demək maşına ehtiyac yoxdur. Yəni ikinci maşın kimi Bəli, artıq bəli. istifadə olunmur Bəli, deyə bəli, satışa bəli, bəli. çıxartmısınız. Deməli, Teyyub müəllimdən məlumat aldıq. Biz də məlumatları qeyd eləyək. Maşınımız Mercedes Y280. Deməli, burada da görürsünüz 280. İli 2007-ci ildir. Motoru 3 motor benzindir. Belə deyək, maşınımızın hər hansı bir problemi yoxdur. Motor, korobka, hamısı, xadavoy sistemi, hamısı salamatdır. Maşın sahibinin yəni verdiyi məlumatlardır, Teyyub müəllimin verdiyi məlumatlardır. Start qiymət aha, vuruqdan udardan da söhbət gedə bilməz. Maşın sahibi qeyd edir ki, Teyyub müəllim ki, Azərbaycanda ilk yiyəsiyəm. Yəni məndən başqa ikinci bir yiyəsi olmayıb. Teyyub müəllim 24 min dediniz qiyməti. 24 min manata satışa çıxarılıb maşınımız. Təbii ki, maşın sahibinin yanında maşına baxdıqdan sonra qiymətdə razılaşma olacaq. 256 min orijinal probekti, avtomat sürətlər kutusu, böyük monitoru, kondisioner işləh vəziyyətdə, lük işləh vəziyyətdə problemsiz bir maşındır. Teyyub müəllim zəhmət olmasa bir dənə mühərrik yerini qaldıraq və kosmetik işə də maşınımızın ehtiyacı yoxdur. Bir daha qeyd edirəm, Teyyub müəllim qeyd elədi ki, vuruqdan, udardan söhbət gedə bilməz. 3 motor V6 motor, Mercedes motoru. Motor da maşallah maşının üstü kimi tərtəmizdir, problemsizdir. Yağ yeməyi falan yoxdur, korobkada gecikməyi falan yoxdur. Belə çəkdik, göstərdik. Teyyub müəllim də həm məlumatı qeyd elədi, həm də telefon nömrəsi qeyd elədi ki, maşına yaxından baxmaq istəyənlər, maraqlananlar o nömrə ilə zəng vurub maraqlana bilsinlər.